Ukrayna prezidenti Pyotr Poroshenko ölkəyə BMT-nin sülh məramlı qüvvələrinin yeridilməsini təklif edib. Bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edib. Stat: Əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edərək, mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra mən ümidvaram ki, qərar qəbul olunacaq. Biz rəsmi olaraq bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq. Statın sonu.